Əziz izləyicilər, hər vaxtınız xeyir olsun. Mən Gülay Cəfərli, Dahi Akademiyanın ədəbiyyat müəllimi. Bu gün sizlərlə 16 noyabr tarixində kursumuzda keçirilmiş blok sınaq imtahanı 1-in ədəbiyyat sualları ilə tanış olacağıq. İndi isə suallara keçək. 61-ci sualda deyir ki, verilən janrlardan hansında müəllifin hadisələrin gedişatına müdaxiləsi mümkün deyil. Ümumiyyətlə biz bilirik ki, lirik və epik növdə müəllif hadisələrin gedişatına müdaxilə edə bilər. Amma dramatik növdə müdaxilə mümkün deyil. Ona görə də dramatik növün janrları olan dram, faciə və komediya bizim cavabımız olacaq. Burada da cavablardan B variantını dramı götürəcəyik. 62. Deyir, Əfsələddin Xaqaninin Gənclərə Nəsihət şeiri ilə bağlı doğru fikri müəyyənləşdirin. Nadanların tərifinə aldanmamaq tövsiyə olunurdu. Bu düz fikirdir. Gənclərə vətənpərvər olmağa, orada ümumiyyətlə qəhrəmanlığa səsləyiş, vətənpərvərlik kimi ifadələr işlənməyibdir. Fitnə elləri dərdlərə salan bəla kimi qiymətləndirilir. Düzdür, deyir, fitnədir elləri dərdlərə salan. Dostun cənnət ağacını qırsa, bağışlama yox, əksinə bağışla deyirdi. Ən gözəl mənzil də ki, vəfa mənzili idi. Bu da düzdür. Ona görə cavabımız B variantı olacaq. Daha sonra 63-cü sualda deyir ki, Dərzi şagirdi Əhməd nağlının məzmununa əsasən yanlışı seç. Əhməd həm ölkəni gözləyən təhlükəni, yəni Frənk padşahıgilin ölkəyə hücumunu, həm də dəf edir, həm də ki, öz məqsədinə çatır. Bu düz fikirdir. Frənk padşahı Pəri Sultanı oğlunu almaq üçün müxtəlif tapmacalar soruşur. Deyir ki, nə bilim 40 dənə adam göndərir, deyir tapın görüm hansı 20'si oğlan 20'si qızdır, tapın görün hansı oğlan hansı qızdır. Daha sonra deyir ki, atlar göndərirəm, o yaşını tapın, alma göndərirəm, ilini tapın. Yəni 3 dənə müxtəlif tapmacaydı, düz fikirdir. Əhməd gördüyü yoxunu Şah Abbasa danışmadığı üçün zindana atılır. Yəni, əgər danışsaydı zindana atılmayacaqdı, bu boyda da problem yaşanmayacaqdı, bu da düzdür. Vəzir Əhmədi Şah Abbasın gözündən sala bilmir. Sonda Əhməd Pəri Sultanla evlənir. Vəzir ümumiyyətlə Allah verdi xanın Əhmədlə bir problemi yox idi. Bu səhvdir, ona görə cavabımız D variantıdır. Yəni, onunla bir problemi yox idi, ya da gözdən salmağa da çalışmırdı heç. Əhməd yuxuda nə gördüyünü zindanda Pəri Sultan soruşanda ona belə demir. Pəri Sultan soruşur ki, danış görüm sən kimsən, bura niyə düşmüsən? Hər bir əhvalatı danışır. Deyir, mən filan kəsəm, filan hadisədən dolayı buradayım. Bəs deyir, Pəri ki, danış canın qutarsın da. Yəni, burada özünə niyə zülm verirsən? Deyir, yox, nə danışacağam? Danışmayacağam demişəmsə, söz ağızdan bir dəfə çıxır. Hətta Pəri Sultan da ona görə bir könüldən min könülə aşıq olur. Yəni, cavab D variantı. Daha sonra 64-cü sual izah edirəm. Deyir, biri sayıcı söz. Sayıcı söz nələrlə bağlı olurdu? Qoyunçuluqla bağlı olurdu. Qara gəl hola vardı. Sənə gələn dərd bəla qoy gəlsin mənə lay lay. Bu lay laydı. Qoyunsuz evlər gördüm. Görürsünüz, qoyun sözü varsa, qoyunçuluqla bağlı söz varsa, bu sırf sayıcı sözə aiddir. Digər nümunələr sayıcı söz deyil. Öküz sözü varsa, hola vardı. Şirin-şirin nəğmə deyil, sevgilərə xoş olsun. Bu da ki, nəğmələrdəndir. Daha sonra 65-ci sual. 65-ci sualda deyir ki, verilənlərdən hansı şifahi xalq ədəbiyyatının janrı deyil? Şəbihlər dramatik şifahidir. Tapmaca epik şifahidir. Nağıl epik şifahidir. Mahnı lirikin şifahisidir. Cavab deyildi. Qəsidə lirikin yazılı janrına aiddir. 66-nı izah edirik. Deməli, 66-da deyir ki, verilən nümunədə qafiyənin hansı növündən istifadə olunur? Mən aşiqəm ya düzə, ya çəmənə, ya düzə. Bax, ya düz, ya düz. Görürsünüz, sanki səslənməsi eynidir. Ona görə də buna biz cinaz qafiyə deyirik. 67. 67-də deyir ki, cədvələ əsasən doğru fikirləri müəyyənləşdirin. Qodu lirik növdə idi, bəli. Xan sarayı əfsanə idi, epik növdə idi, bu da düzdür. Dəyirman lirik növdə idi, dramatik növ idi. Səməndər quşu epik növ idi, Qaragilə lirik növdür, bəli. 1, 2, 5 cavab A olacaqdır. 68. Nümunədə hansı bədii təsvir vasitəsi işlənmişdir? Deyir, salon heyrət içindədir. Yəni, salon deyəndə salondakı insanları nəzərdə tutur. Elə buradan da məlumdur ki, metonimiya cavab B variantı olacaq. Sükut edir başdan başa, güləcəksən hər bir zaman Azərbaycan. Yəni, Azərbaycan sözünün özündə belə Azərbaycan xalqı nəzərdə tutulur, metonimiya. 69 izah edirəm. 69-da deyir ki, şifahi xalq ədəbiyyatına aid fikirlərdən hansı səhvdir? Yanıltmacılarda yaşanıb bu məcazi təsvir onun səciyyəvi əlamətləri tapmacalardaydı, yanıltmacılarda deyil idi.
Mərasim nəğmələri xalqın məişəti ilə, güzəranı ilə bağlıdır. Düz fikirdir. Heyvanlar haqqında nağıllarda haqsızlıq, ədalətsizliklə mübarizə olur. Bu düz fikirdir. Dastanlar aşıq yaradıcılığının məhsuludur. Bu da düz fikirdir. Deyir, real zəmin üstünlük təşkil etdiyi üçün Səməndər quşu rəvayəti. Səməndər quşu rəvayət deyil idi, axı əfsanə idi. Ona görə zonomik əfsanə idi. Adı səhv cavabımız. 70-ci suala baxırıq. 70-ci sualda deyir, qəsidə janrı ilə bağlı doğru fikir. Qafiyə quruluşu qəzəldən fərqlidir. Qəsidənin qafiyə quruluşu nə idi? A, B, A, C, A. Yəni həm qəzəldə, həm qəsidədə qafiyə quruluşu A, B, A, C, A şəklində gedir. Müəllifin adına yer verilməsi onu qitədən fərqləndirir. Bizim ümumiyyətlə doğru cavabımız burada B olacaq. Çünki qitənin sonunda müəllif adı verilmir, amma qəsidədə verilir. Şah beyti formasına görə yox, məzmununa görə tapıram. Göstərmə əsasında yazılanlar dramatik növdür uşaqlar. Lirik növ göstərmə əsasında yazıla bilməz. Son beytinin qafiyə quruluşu digər beytlərdən fərqlənir. Xeyr, sadəcə ilk beytinin qafiyə quruluşu fərqlidir. Qalanları B, A, C, A, D, A şəklindədir. Daha sonra 71-ci sualı izah edirəm. Caharca əfsanəsi haqqında fikirlərdən hansı doğrudur? Hökmdar gözəl saray tikdirmək. Burada bu hökmdarın gözəl saray tikdirmək Xan Saray əfsanəsində idi. Bir səhv fikirdir. Sonda əməlindən peşman olan hökmdar üzr istəmək. Hökmdarın üzr istəmək yox idi. Xalqın rəğbətini qazana bilmiş alim var idi. Vəzir alimə rəğbət bəsləmirdi. Əksinə, yəni alimin tutulmağını istəyənlərdən idi. Daha sonra deyir ki, sənətin insanı öz sehrinə aparması epizodu. Bilirsiniz bu hansı səhnədir? Bu doğru fikir deyil, 3-5 ona görədir. Deməli, sənətin insanı öz sehrinə salma səhnəsi oradaydı ki, deyir ki, sonda alim ölkədən qaçmaq istəyəndə dəvələrin boynundakı zınqırovların yerində dəyişir ki, gözəl musiqi yaransın. Və bu musiqinin təsirindən də o salamat digər gedəcəyi yerə çatır. Ona görə də cavabımız Y variantı olacaq. Zoonomik əfsanələrdə nədən bəhs olunmur? Deməli, bəhs olunur. Deməli, ad, cavab heyvan quş adları ilə bağlıdır zoonomik əfsanələr. Məsələn, Səməndər quşu. 73-cü sual. Lətifədə gülüş əyləncə xarakteri yox, islah edici, əksinə satirik gülüşə də yer verilir. Onun üçün səhv fikirdir. Yanıltmacılar yalnız nəsrlə yazılır. Nəzmlə yazılan yanıltmacılar da var. Rəvayətlərdə tarixi və əfsanə. Baxın, məsələn, Astyak kitabın içərisində də qeyd olunub ki, Astyak əfsanəsi və sair kimi əfsanələri var ki, orada rəvayətlər var ki, orada əfsanəvi şəxsiyyətlərin adına da yer verilə bilər. Azteklə bağlı olan rəvayətlər tarixi və əfsanəvi şəxsiyyətlərin haqqında danışılan rəvayətlər hesab olunur. Lal dinməz, əl üstə çiminəli dəyirman mütəhərrik oyunlardır. Burada dəyirman qrupu pozub korlayıbdır deyə bu səhv fikirdir. Kitab Dədə Qorqud, Koroğlu, Şah İsmail, uşaqlar. Məhəbbət, qəhrəmanlıq deyil. Bu da səhvdir ona görə. Cavabımız 3, 4, 5 A olacaq. Məişət nağıllarında həqiqətən də kasıblıqdan danışılır, yoxsulluqdan danışılır. Məsələn, Yetim İbrahimin nağılı olsun, Əhmədin özü olsun. 74-cü sualda deyir ki, şifahi xalq ədəbiyyatına bağlı səhv. Yanıltmac atlar seçmə məsələlər tapmaca şifahi xalq ədəbiyyatının epikidir, düz fikirdir. Məişət nəğmələrindən olan oxşamalarda laylalardan fərqli olaraq ananın övladının gələcəyi ilə bağlı ümid. Əksinə laylada da var. Yəni bu ortaq cəhətdir. Övladına gələcəyə ümidli olmaq həm laylada, həm də oxşamadadır. Cavab B-dir. C-də deyir, bayatlar insanın könül dünyasını əks etdirən lirik folklor nümunələri düzdür. Mövsüm nəğmələrinə daxil olan gün çıx günəşi çağırırdı, qodu yağışın kəsmək üçün idi. Bunlar düz cavablardır. Eyni ilə Y-də. Mahnı janrı nəğmədən özünə məxsus musiqi havasının olmasına, daha gec yaranmasına görə fərqlənir. Bu da düzdür. Bizdən də nə deyirdi burada? Səhv deyirdi deyə cavab B. 75 izah edirəm. 75-də deyir, Basatın Təpəgözü öldürdüyü boyda problem. Uşaqlar, problem nə idi? Kafirlərin Oğuz elinə basqını. Bu bizim, yəni ilk hissədə gəlmişdi ki, kafirlər Oğuz elinə basqın etdiyi üçün köç eləyibmişlər, sonra təzədən geri dönüş. Bu düz fikirdir, problemlərdən idi. Sonra Qazan Təpəgözü məğlub olması bu problem deyildi. Bu sadəcə döyüş səhnəsi idi. Düşmənin qeyri-adi güclərinin olması, düşmənin qeyri-adi gücü var idi. Məsələn, Təpəgözün qeyri-adi güclərinin olması. Cavab Y-dir ona görə də. Daha sonra 76. Salih Qazanın evin yağmalandığı boyla Qazan bəyin oğlu Uruz bəyin tutaq olduğu boyu verir və deyir ki, hansı rəqəmlərin yeri dəyişsə, diaqram uyğun olacaq. Qaragünəş kafirin bayrağını həqiqətən də Salurda qılınclayır. Uruzda qılınclayan Burla xatunu idi. Uruz düşməndən aman istəyir. Bu fikir düzdür, amma ikisində də istəyir axı. Yəni ikinci fikir burada olmalıydı. Sonra 3. Qazan xan pis yuxu görür. Qazan bəyin oğlu Durustaq olduğu boyda pis yuxu görmür. 3 də burada olmalıydı. Qazanın pis yuxu görməsi sadəcə Salur Qazan boyundaydı. Ona görə də cavab D. Qalanlar düzdür. 77-ci sualı izah edirəm.
77-də deyir ki, yazıq Ələsgəri oda salıbdı. Fələk gözdən salıb, o da salıbdı. Çeşmə kənarında bir dəqiqə. Deyir yazıq Ələsgəri o da salıbdı. Ələsgərdə bölgü olacaq. Fələk gözdən salıb, o da salıbdı. Çeşmə kənarından o da salıbdı. Cənub sona kimi üzə. Deməli bizə 77-də deyir ki, həm növünü, həm də yəni artıq biz qafiyədən oda salıb, buradan aydındır ki, təcnisdir. İndi bölgüyə baxaq. Yazıq Ələsgəri 6, o da salıbdı 5. 6-5 olduğuna görə təcnisdir, cavab D. Digər misralarda yoxdur. Fələk gözdən salıb, o da salıbdı. 6-5. Elə belə də davam edəcək. 6-5 şəklində də davam edəcək. Daha sonra biz nəyə baxırıq burada? 78-ci suala baxırıq. 78-də deyir ki, 78. Deyir ki, şeir parçası ilə bağlı səhvi tapın. Bir xeyli zamandır getdi gəlmədi, əhdi peymanına qurban olduğum. İstədi can verdim, qədir bilmədi, o şirin canına qurban olduğum. Şeir vahidi həqiqətən bənddir, 4 misradan ibarətdir. Söz bütövlüyü prinsipinə uyğundur, çünki heca vəznindədir. Rədifli şeirdir, getdi gəlmədi, qurban olduğum. Bax, rədif olması üçün özündən əvvəl nə lazımdır? Eyni qafiyə quruluşu və 2-4-cü misra. Bu düz fikirdir, rədif var həqiqətən də. Ölçü tələbləri gözlənilib. İndi ölçü tələblərinin gözlənilməyi fikri də doğru olacaq bizdə. Çünki heca vəzni əsasında ölçü tələbləri gözlənilmiş olur. Y variantı misralar ardıcıl qafiyələnib. Gəlin qafiyə quruluşuna baxaq. Getdi gəlmədi A. Qurban olduğum B. Bilmədi C. Qurban olduğum yenə B. A, B, C, B şəklində qafiyələnibdir. Deməli, misralar ardıcıl qafiyələnmək budur ki, A. Ardıcıl qafiyələnmə budur. Yəni, ardıcıl qafiyələnməyib deyə Y cavabı bizim səhv cavabımızdır. 79. Deyir, Töhfət-i İraqiyin əsərində nədən bəhs olunmur? Xatirələrindən danışır. Çünki avtobioqrafik əsər idi. Təhsilindən, ailəsindən, uşaqlığından, gəncliyindən danışır. Amma Mədainin xərabəyə çevrilməsi Mədain xərabələri qəsidəsindədir. Aşıq yaradıcılığı ilə bağlı düzgün fikir istəyir bizdən. Aşıq Əmrah Aşıq Kamandar yaradıcı yox, ifaçı idi. Aşıq yaradıcılığı dini elmlərlə, sufi işlə əlaqədar olsa da yazı ədəbiyyata bağlı yoxdur. Əksinə, müəllifinin məlum olmasına görə yazı ədəbiyyatla bağlılığı var. Abbas Tufarqanlı, Hüseyn Cavan, Şəmşir ancaq ifaçı xeyr, həm də yaradıcı getdi. Aşıq yaradıcılığının forması son dövrə təsadüf edir, əksinə qədim dövrə təsadüf edir formalaşmağı. Aşıq yaradıcılığında qoşma gəraylı bayatı, bəli, bu bizim düz cavabımızdır. Dədə Qorqud obrazı ilə bağlı doğru fikir istəyir bizdən. Eposun yaradıcısı və ilk söyləyəni idi, düz fikirdir. Oğuz elinə başçılıq edən Bayandırxan idi. Dədə Qorqud tarixdə şəxsiyyət sayılırdı. Bu da doğru fikirdir. Daha sonra döyüşlərdə iştirak etmirdi. Əksinə səhv yazıbdı. Haqqında müxtəlif əfsanə rəvayətləri var. Bu da doğru fikirdir. 1-4-5 A variantı. Sonra bir dəqiqə 1-4-5 dedim, səhv dedim. 1-3-5-ə pilos qoyub səhvən 1-4-5 dedim. Çünki 4 dedik axı, döyüşlərdə iştirak etmirdi. Cavab B variantı olacaqdı. 82. Verilmiş nümunələrdə hansı təsvir vasitələri işlənmişdir? 82. Arandan yaylağa tələsir yağış. Yağışın hardansa harasa tələsməyi. Tələsmə ümumiyyətlə kimə məxsusdur? İnsana məxsusdur. Ona görə də burada 82-də metafor sayılacaqdır. 83. Bizim deyir ədəbiyyatımızda İlklərdən hansılar qədim dövrdə idi? Bədii nəslin ilk nümunələrinin yazılması. Bunu qədim dövrdə götürə bilərik. Əfsərdin Xaqani'nin məktubları. Aşıq sənətinin təşəkkülü. Aşıq sənətinin təşəkkülü daha çox intibah dövrünə təsadüf edir. Vahid süjet xəttinə malik ilk poemanın qələmə alınması Nizami Gəncəvinin yaradıcılığında görürük. İlk lirik şeirlər divanının yazılması bunu qədim dövrdə görürük. Ana dili ilk əsər ümumiyyətlə orta dövrdə özünü göstərəcək. 84-cü sualı izah eləyirəm.
Deyir ki, hansı şeir, janrın şeir vahidi bənddir. Müxəmməs bənddir, beşlikdir. Məsnəvi qəsidə beyitdir, qitə də beyitdir. Bir də rübai. Cavab 1-5 olacaqdır. 85 izah eləyirəm. 85-də deyir ki, aşağıdakılardan hansı şeir janrının son beyti qafiləməsi eynidir? Qəzəl qəsidə qitənin son beyti AA. Qəzəllə qəsdə AA, BA, CA kimi qafiyələnir. Yəni son beyt tutaq ki, C. Üçün də son beyti C-dir. Qitədə isə BA, CA, DA kimi. Məsnəvi bütün beytlər deyildi. Mürəbbəyə də ki, ümumiyyətlə beyt deyil, bənddir. 86-cı sualı izah eləyirəm. Deyir ki, verilmiş nümunədə hansı bədii təsvir vasitəsi var? Xəzan göz vurması. Xəzanın göz vurmaq insana aiddir, metafor. Saralar bağlar. Üzü gülməyənin ürəyi ağlar. Bəs sizə nə oldu? Ay qoca dağlar. Qoca dağ dönüb sənə suala cavab verməyəcək ki, ritorik sualdır. 3. 1-3'ü götürdük sonra. Gözünüz görmürmü? Duman soyur. Burada qoca dağ sözünün özündə epitet var. Məcazi bədii təyin. Bir də xəzan göz vuranda saralar bağlar. Xəbər əvvələ keçib söz sırası pozulub inversiya. Deyir, bədii təsvir və ifadə vasitələrinə əsasən uyğun qarşılığı seçin. Sinekdoxa bizarda qarşımıza çıxır metonimiyada. Simvol rəmz idi, mübaliğə isə hiperbola idi. Ona görə də 1-ə deyəcəyik nə? Sinekdoxaya deyəcəyik metonimiya B. Simvol rəmzdir C. Mübaliğə isə hiperboladır A. Deyir ki, təqdim olunmuş şeirə əsasən, mətnə əsasən ümumiyyətlə fikirləri düzgün seçəcəyik. Görüm səni var ol yaylıq. Gözəllər seyrancahısan, görüm səni var ol yaylıq. Açılsın gülün nərcizin, təzə mürgüzar ol laylıq. Gözüm qaldı siyah teldə, bülbül oldu meyli güldə, kimsəm yoxdur qürbət eldə. Sən mənə qəmxar ol yaylıq. Mən səni görəndən bəri sinəm oldu qəm dəftər, yazıq aşıq eləskəri öldür günahkar ol yaylıq. Deyir, əsərin aid olduğu ədəbi növ. Əsərin aid olduğu ədəbi növ görürük ki, nədir? Lirik növdür. Lirik növün xüsusiyyətləri yazasız tərənnümə əsaslanır. Obyektiv, subyektiv münasibət ön planda olur. Qədim janrlardan biridir. Müəllifin hiss və duyğularına yer verilir və s. hansını yazsaz doğrudur. Əsərin ideyasını müəyyən edib bir cümlə ilə qeyd eləyin deyir. Əsərin ideyası nə ola bilər? Şair burada nədən danışır? Yaylıqdan danışır. Təbiətin gözəlliyinə, yaylağa olan öz heyranlığına, saf və insan ruhunun oxşamasından danışır. Ona görə də burada təbiətə sevgi özünü göstərir. Ya da deyə bilərsiniz ki, təbiət gözəlliklərinin tərənnümü və bu gözəlliklər qarşı insanın duyduğu heyranlıq və sevincisi bu əsərin ideyasıdır. 90-cı sualda isə deyir ki, tünd qara hərflərlə verilmiş cümlə. Tünd qara hərflərlə verilən cümlə, baxın, burada gözəllər seyrancahısan. Gözəllər seyrancahısan nə sayılır? Gözəllər seyrancahı kimisən? Təşbeh sayılır. Yazasız bədii təsvir vasitəsinin adına təşbeh. Təşbehin xüsusiyyəti nədir? Ümumiyyətlə, təşbehin cümlədə rolu xüsusiyyəti nədir? Bir əşya və ya hadisə özündən daha qüvvətli başqa bir əşya və ya hadisəyə bənzədir. Bu da təşbehin xüsusiyyəti olaraq özünü göstərir. Ona görə də bunun da cavabı belə olacaq. Ümid edirəm izah sizə aydın olar. İzlədiyiniz üçün təşəkkürlər.